Sumqayıt şəhərində yaşıllaşdırma və abadlıq istiqamətində həyata keçirilən geniş miqyaslı layihələr şəhərin simasını tamamilə dəyişib. Son illər ərzində aparılan məqsəd yönlü işlər nəticəsində vaxtilə sənaye şəhəri kimi tanınan Sumqayıt indi müasirliyi, təmizliyi, göz oxşayan parkları və rəngarəng gül-çiçək kompozisiyaları ilə ölkənin ən abad şəhərlərindən birinə çevrilməkdədir. Şəhərin müxtəlif küçə və prospektlərində, park və xiyabanlarında həyata keçirilən yaşıllaşdırma tədbirləri sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Hazırda Sumqayıtın demək olar ki, hər köşəsində minlərlə dekorativ ağac, mövsümi gül və bəzək kolları əkilir. Küçələr boyu salınan yaşıllıq zolaqları, rəngarəng güllərlə bəzədilən parklar şəhərə xüsusi gözəllik verir. Xüsusilə şəhərin mərkəzi hissələrində, bulvar ərazisində, yeni salınan yaşayış massivlərində və əsas magistral yolların kənarında aparılan abadlıq işləri Sumqayıtın müasir şəhər görünüşünü daha da möhkəmləndirib. Yaz və yay mövsümünün gəlişi ilə birlikdə şəhər sanki çiçək bağını xatırladır. Əkilən müxtəlif növ güllər, dekorativ bitkilər və səliqə ilə formalaşdırılan yaşıllıq kompozisiyaları şəhərə xüsusi rəng qatır. Sumqayıt şəhər icra hakimiyyətinin həyata keçirdiyi məqsəd yönlü layihələr nəticəsində şəhərdə ekoloji mühit də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Şəhərin havasının təmizlənməsi, insanların daha sağlam və rahat mühitdə yaşaması üçün görülən işlər davamlı xarakter daşıyır. Yaşıllıq sahələrinin artırılması həm ekoloji tarazlığın qorunmasına, həm də şəhərin estetik görünüşünün zənginləşdirilməsinə mühüm töhfə verir. Yaşıllaşdırma tədbirləri müasir şəhər salmanın əsas istiqamətlərindən biridir. Bu baxımdan Sumqayıtda həyata keçirilən layihələr nümunəvi xarakter daşıyır. Şəhərin müxtəlif hissələrində minlərlə ağacın əkilməsi, yeni park və istirahət məkanlarının salınması, gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılmasına xidmət edir. Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən aparılan abadlıq işləri yalnız yaşıllaşdırma ilə məhdudlaşmır. Küçə və prospektlərdə müasir işıqlandırma sistemləri qurulur, yollar yenilənir, park və xiyabanlar əsaslı şəkildə təmir olunur. Bütün bunlar şəhərin ümumi görünüşünü daha da gözəlləşdirir və Sumqayıtı ölkənin ən müasir şəhərlərindən birinə çevirir. Sumqayıtda həyata keçirilən geniş miqyaslı abadlıq və yaşıllaşdırma layihələri Prezident İlham Əliyevin ölkədə şəhərsalma və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində müəyyən etdiyi siyasətə uyğun olaraq uğurla icra edilir. Şəhər rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən işlər Sumqayıtın davamlı inkişafına və daha müasir şəhərə çevrilməsinə mühüm töhfə verir. Könül Kazımova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.